podkastında hər birinizi bir daha xoş gördük. Əvvəlcə baş məşqçimiz aldıqdan sonra da fikirlərini bildirəcək. Daha sonra sizə suallarınızı ünvanlaya bilərsiniz. Please, coach, your first comments about today's match. Well, very difficult game for us after those two battles against Karabakh. It was predictable because we lost a lot of emotions, a lot of energy, and those two games were probably the hardest during the season. So today, I think we were way below our level. We didn't play a good game at all, especially in the first half. Very slow in possession, and even we didn't allow to create anything for the opponent. But our play was really below our quality. Second half, playing 10 against 11, we created chances. Even in the first half, we created. I think we deserved to score even in the first half. But as I say, we were not happy, and after half time, I think we came a little bit with more energy. 2 goals scored, then again is a red card, and the opponent even with 10 against 10, I was expecting that we will have a little bit harder time because they're gonna maybe to take a little bit more risks, but they didn't take any risks. They kept this 5-4 formation even without the striker, and we just kept the ball, and I think was not the best game for the spectators, but probably not all the games can be really at very good level. At the end of the day, we take 3 points, we move on, and now again, as I say, to recover as fast as possible, because next Sunday again is very important game that we need to have full focus on. Deyərdim ki, həqiqətən də bizim üçün bugün çox çətin, ağır bir oyun alındı. Əlbəttə ki, bu da gözlənilən idi, çünki Qarabağa qarşı 2 dənə çox önəmli bir oyun oynamışdıq, çox önəmli bir oyunda döyüşmüşdük, vuruşmuşduq, çoxlu emosiyalarımızı, enerjimizi oyunlarda itirmişdik. Bugün də bizim üçün bu cür oyunun ağır alınacağı əlbəttə ki, gözlənilən idi. Deyə bilərəm ki, biz öz səviyyəmizdən aşağı çıxış etdik. Xüsusilə də birinci hissəni mən qeyd etmək istəyirəm ki, biz istədiyimiz səviyyədən aşağı çıxış elədik. Öz keyfiyyətimizdən aşağı çıxış elədik, oyun oynadıq. Bugün birinci hissədə də qol imkanları, qol fürsətləri yaratdıq. Amma ikinci hissədə daha çox qol imkanlarımız, qol fürsətlərimiz oldu. Birinci hissədə də qol fürsətlərimiz yaranmışdı, lakin istifadə edə bilməmişdik. İkinci hissədə daha çox enerji ilə oyuna daxil olduq, daha çox istəyən tərəf biz idik. Əlbəttə ki, 10-a 10 qaldıqda belə daha çox çalışdıq, top saxlayaq, daha çox oynayaq. Amma gözləyirdim ki, rəqib nə isə risk edəcək, amma rəqib risk eləmədi. Yenə özünün 5-4 düzülüşünə sadiq qaldı, hücumsuz çıxış elədi və biz də bu müddət ərzində çalışdıq ki, daha çox top saxlayaq. Əlbəttə ki, azarkeşlər üçün o qədər də, tamaşaçılar üçün o qədər də baxımlı bir oyun alınmadı. Düşünürəm ki, hər oyunu biz baxımlı bir şəkildə keçirə bilmərik. Hər oyun istədiyimiz kimi alına bilməz. Amma ən önəmlisi odur ki, biz 3 xal əldə etdik və öz yolumuza davam eləyirik və qısa müddət ərzində bacardıqca bərpamızı keçib qarşıdan gələn bazar günkü Şamaxı oyununa tam köklənməliyik. Xəyal edəməkdə soruşmaq istərdim. Son zamanlar sağ heyətdə oynamır, az şans qazanır. Ümumiyyətlə, onun hələsən bu mövsüm yaxşı oyunları var idi. Ümumiyyətlə, onun daim start heyətdə oynaması üçün, ən azından mütəmadi start heyətdə oynaması üçün bir məşqçi kimi nə deyə bilir, hansı keyfiyyətlər hazırda çatışmır və rəqabəti unsur deyək futbolçularda? I would like to ask about Khayal. Last ultimately times he has a lot of chance, but during this season he has played, but for taking a chance and to play continually
what was lacking on him and what he must do for playing always? I think it's the competition between the players because we really have a very good team. My opinion, you know, like we have really very strong attack, and think, you know, like that we had Hayal, Mikkels, now Orfin Bina, and you know, for a long time Pavel Shafranko, who's injured, and we scored goals. And of course, it's not easy, you know, like one players get a chance and the team keep winning is very difficult, you know, like to change. But we know Hayal's strength. We know, you know, like that at this age, you know, like he gave a lot of this season, and really a lot. I think, you know, like for that period when Mikkels was out, and he was very important, and he just needs to keep working and pushing, and we are happy with his progress this season. But you know, to win the first position, to main position in the main squad is not easy, because look, we are just doing good, you know, like, and if somebody wants to play, they need to do even better, you know, like than his teammates. So, but I hope he understands that, because I have absolutely no problem with his attitude and his fighting spirit in training, and even today, as you see, like when we needed the player to press and to attack opponents' defenders, you know, like we made a substitution as fast as, you know, like we went to down man, because he is like nobody else can cover this ground. But in some games we need striker who can impose, who is taller, who can play with more with head. In some games we need somebody who is fast and agile to attack the spaces. So that is a coaching decision that I take and they stand for, and you know, like that's how we're moving on. I believe that from what I see, every player is fighting in trainings, but you know, like when you get the chance, you need to take it on the pitch. Mən onu qeyd edə bilərəm, rəqabət. Həqiqətən biz çox yaxşı komandayıq. Ələxüsus hücumda çox güclü oyunçularımız var. Mən Xəyalı, Mikkelsi, Mbinanı, Şafrankoda zədələnmədən öncə onu da qeyd etmək istəyirdim. Əlbəttə asant deyil. Asant deyil və ələxüsus əgər sən oyunlarda qalib gəlirsənsə, o oyunçuyu, hücumçuyu dəyişmək çox çətindir. Amma mən onu deyə bilərəm ki, Xəyal bu sezon bizə çox kömək edib. Məsəl üçün Mikkelsin yoxluğunda bu sezon o həqiqətən də çox yaxşı çıxış elədi. Çox yaxşı nəticələr əldə etməmizdə bizə dəstək oldu. Amma o nə etməlidir? O çalışmağa davam eləməlidir, daha çox çalışmalıdır, daha çox öz üzərində işləməlidir ki, komandanda əsas hücumçuya çevrilsin. Amma bu da yenə də asan deyil, çünki komandamızda çox yaxşı oyunçular var və onun əsas oyunçuya çevrilməsi üçün bu yaxşı oyunçulardan daha da yaxşı olmalıdır. Mən onu başa düşürəm və mən deyə bilərəm ki, onun davranışı, yanaşması məşqlərdə olsun, oyunlarda olsun, onun döyüşkənliyi, vuruşqanlıq ruhu mənim çox xoşuma gəlir. Məsəl üçün, bugün bizə rəqib bir nəfərlə azlıqda qalarkən bizə daha çox pres eləyən bir oyuncu, təzyiq eləyən bir oyuncu, boşluqlara açılan bir oyuncu lazım idi ki, ona görə də biz bugün oyuna buraxdıq. Bəzən elə olur ki, bizə daha çox hündürboy oyuncusu, başla yaxşı oynayan bir oyuncu lazım, hücumçu lazım olur. Onda da başqa tip hücumçularımızdan istifadə edirik və bu məşqçinin qərarıdır və mən öz qərarımın arxasında həmişə dayanıram. Düşünürəm ki, mən inanıram ki, o bu şəkildə savaşsa, öz üzərində işləsə, vuruşsa, həmişə meydançada öz fürsətini, imkanını oynamaq əldə edəcək. Başqa sual olmalı. Başqa sual olmalı yoxsa? Thank you very much, guys.